Ölkədə düzgün su təchizatı infrastrukturu və ya normal internet sistemi yoxdur. Uşaqlar çox çalışmalı, evlərinə su aparmalı və ailələrinə kömək etməyə məcburdular. Xüsusilə əlləri və ayaqları tutmayan valideynlər övladları sayəsində həyatda qalmağa ümid edirlər. Üstəlik, bu uşaqların həyatda heç bir ümidi və arzuları da yoxdur. Onların çoxu bütün ömürləri boyu eyni həyat tərzinin davam edəcəyini düşünür. Hətta bəzi uşaqlar ailələrinə su daşımaqla kifayətlənməyib, digər ailələrə də su daşıyaraq pul qazanmağa çalışırlar. Ölkədə uşaqların böyük əksəriyyəti məktəbə getmir. İnsanların gündəlik qida payı isə bəzən yalnız bir ədəd qızardılmış banandan ibarət olur. Qızardılmış banan nədir desəz, bananı una batırıb qızğın yağın içinə atırlar. Bütün proses budur. Bundan əlavə, Madaqaskarda donuz ətinə böyük maraq var. Buna görə də küçə yeməkləri arasında donuz əti və donuz qanından hazırlanmış qızartmalara da rast gələ bilərsiniz. Onlar donuz əti ilə bağlı demək olar ki, hər şeyi yeyirlər və şiş kababların çoxu donuz ətindən hazırlanır. Ümumiyyətlə, Madaqaskarın yemək mədəniyyəti Hindistan, Nepal kimi ölkələrdən gələn yeməklərin Afrika üçün spesifik souslarla birləşdirilməsindən ibarətdir. Demək olar ki, hər yerdə qızğın yağa unlu bir şey atmaq prinsipi ilə hazırlanır. Bundan başqa, doyurucu olduğu üçün ağ düyü çox istehlak edilir. Çünki bu insanlar gün ərzində çox yemək yeyə bilmirlər və buna görə də qarınlarını uzun müddət tox saxlayan qidalar seçməlidirlər. Ölkənin sahil bölgələrində isə demək olar ki, hər kəs qidalanmaq üçün dənizə güvənir və balıqçılıqla məşğul olur. Madaqaskarda gəzərkən insanların yük daşımaq üçün heç bir əl arabasına sahib olmadıqlarını görə bilərsiniz. Hansı istiqamətdə baxırsınızsa baxın, insanlar daim başlarının üstündə çuvallar və ya ağır metal yükləri daşıyırlar.